Salam əziz şagirdlər. Bu videoda biz adi və anlıq kəsirlər mövzusunun 9 illik test toplusundan test tapşırıqlarının izahına baxacağıq. Demək, başlayaq birinci testdən. Birinci sualda bizə deyir ki, onda 7 kəsirinin surət və məxrəcindən hansı ədədi çıxdıqda 3/2 alınır? Deməli, biz eyni bir ədədi həm surətdən çıxmalıyıq, həm də məxrəcdən. Yazacağıq ki, deməli, məxrəcdən də bir x ədədi çıxırıq, surətdən də bir x ədədi çıxırıq və nəticədə bizdən 3/2 olmasını istəyir. O zaman biz çarpaz vursaq, 3'ü çarpaz bura vursam edəcək 21'də 21 çıxılsın, daha doğrusu 3x bərabərdir. 10 çıxılsın, x-i də 2'ye vuranda alınacaq 20 çıxılsın 2x. Biz də buradan x-ləri bir tərəfə, 50'ləri bir tərəfə kesirsək, alarıq ki, deməli, x bərabərdir 1'ə. Doğru cavab kimi burada bizə verəcək B variantı. Daha sonra ikinci suala baxaq. İkidə də eyni sualdır. Artıq burada da deyir ki, hansı ədədi əlavə etdikdə soruşur. O zaman yazacağıq ki, 9'da 7'dir. Bunu da üzərinə gələcəm x-i. Daha sonra bunun da üzərinə gələcəm x-i. Bərabər eləyəcəm nəyə? 6'da 5'ə. Çarpaz yenə vursaq alınacaq ki, 42 üzərinə gəlinsin 6x bərabərdir 45 üzərinə gəlinsin 5x. Təbii ki, buradan çarpaz vurmuş. Yəni, çarpaz vuraraq belə yazırıq. Buradan ədədləri bir tərəfə keçib, x-ləri bir tərəfə keçsək, alacaq ki, x bərabərdir 3'ə. Doğru cavab kimi verdi bizə C variantı. Daha sonra baxaq burada üçüncü suala. Üçüncü sualda bizə deyir ki, x-in hansı natural qiymətlərində 8'də x kəsiri düzgün, 5'də x kəsiri isə düzgün olmayan kəsirdir. Biz düzgün və düzgün olmayan kəsirlərdə dedik ki, düzgün kəsir nə idi? Surəti məxrəcindən kiçik, bəs düzgün olmayan kəsir nə idi? Surəti məxrəcinə bərabər və yaxud da ki, böyük olmalıdır. Aha, buradan da bizdən 8'də x kəsirin düzgün olmasını istəyirsə, o zaman x kiçik olmalıdır 8'dən və 5'də x-in isə düzgün olmamasını istəyirsə, o zaman x böyük olmalıdır. Nədən? Böyük bərabər olmalıdır. Daha doğrusu 5'dən böyük bərabər olmalıdır. Buradan da x alacaq 5, 6, yəni 5, 6 və 7 qiymətləri. Doğru cavab kimi bizə verəcək C variantı. Daha sonra dördüncü suala baxaq. Dördüncü sual deməli, x-in hansı natural qiymətində 10'da x kəsiri düzgün, 7'də x kəsiri düzgün olmayan kəsirdir. Düzgün olmayan deyirsə, o zaman x 7'dən böyük bərabər olmalıdır. Düzgün olması üçün isə 10'da x-də, yəni 10'dan da kiçik olmalıdır. Burada da hansı qiymətlər alacaq? 7, 8, 9 mənə doğru cavab kimi verəcək Y variantı. Bu şəkildə. Daha sonra baxaq, deməli 5-ci suala. 5-ci sualda bizdən soruşulur ki, kəsirində A-nın yerində hansı rəqəmi yazdıqda düzgün kəsir olar. Düzgün kəsir deyirsə, baxırıq ki, ədəd 6 ilə başlayıb, 2 ilə bitib. Deməli, buna A-ya uyğun olaraq nə var? 3 var. Yəni, A düzgün olması üçün 3'dən kiçik olmalıdır. O zaman bizdə də burada olacaq. A-dan, yəni 3'dən kiçik qiymətlər hansılar? 1, 2, 3. Bu da, daha doğrusu bizim rəqəm soruşduğuna görə artıq 0'da götürə biləcək. Yəni, 5'də də bizə doğru cavab kimi olacaq. Deməli, 0, 1, 2, D variantı. Daha sonra gələk 6-cı sual. 6-cı sualda bizdən deyilir ki, x-in hansı ən kiçik natural qiymətində kəsiri düzgün olmayan kəsir olar. Deməli, düzgün olmayan kəsir deyərsə, buradan daha geniş şəkildə yazaq. Düzgün olmayan deyərsə, bizdə kəsir 6-cı sualı yazıram. 6-cı sualda bizdə 20'də neçə verilib? 3x üzərinə gəlinsin 4 verilib. Aha, deməli, bunun düzgün olmayan kəsir olması üçün məxrəc surəti, yəni 4x üstə gəlinsin 4, böyük bərabər 20 olmalıdır. 4'ü də sağ tərəfə keçirsək, alacaq ki, 3x böyük bərabərdir 16'dan. Hər tərəfdə x-ə bölsək, daha doğrusu 3'ə bölsək, x böyük bərabərdir. Deməli, 16 bölünsün 3. Bu da təqribən 5 tam nə qədərsə düşür. Artıq buradan bizdən x-in hansı ən kiçik qiyməti soruşur. 5 tam nə qədərdir? X də artıq burada alacaq bizdə 6 qiymətini almış olur. Doğru cavab kimi bizə verəcək C variantı. Daha sonra gələk 7-ci suala.
7-ci suala baxaq. 7-ci sualda nədir? Deməli, deməli 7-ci sualda üzərində göstərəcəm. 7-ci sualda isə yenə düzgün olmayan soruşursa, biz 5x çıxılsın 4-ü böyük bərabər götürəcəyik 17-dən bu formada. Daha sonra alacağım ki 5x böyük bərabərdir. 4-ün işarəsi burada mənfidir. Sağ tərəf atanda müsbətlə keçir, yəni 21. O zaman x də böyük bərabərdir 4,2-dən. Bizdən soruşur ki, x-in hansı ən kiçik qiymətində? X-in burada 5 qiyməti. 7-də doğru cavab kimi bizə verəcək Y variantı. Daha sonra gələk burada 8-ci sualı. 8-ci sualda görək. Soruşur. 8-ci sualda deyir ki, 3 saat sutkanın hansı hissəsini təşkil edir? Deməli, bir sutkamız 24 saatdır. Yəni, bizdən soruşur 3 24-ün hansı hissəsini təşkil edir? O zaman 3-ü böləcəm 24-ə. Bu da 8-də 1 deməkdir. 8-də 1 deməkdir. Doğru cavab kimi mənə verəcək A variantını. Daha sonra 9-cu sualda 8 saat sutkanın hansı hissəsini təşkil edir? Dedik ki, sutkamız 24 saatdır. 24 saatdır. Yəni 8 deyirsə, 8 24-ün hansı hissəsini təşkil edir? Bu da ixtisar gedəndə elə 3-də 1 qalmış olur. A variantı. Yəni surət məxrəcində 8-ə bölürük. Daha sonra 10-cu sual. 72 ədədinin 8-də 5 hissəsini tapın. Çox rahat sualdır. Ümumiyyətlə 9 illik demək olar çox rahatdır. Baxın, 72 ədədinin 8-də 5 hissəsini deyirsə, yəni 72 vurulsun 8-də 5 deməkdir. Bu 8 ilə 72 ixtisar gedir. Burada qalır 9. 9 və 5-im 45. Bu da mənə verəcək D variantını. 42-də də soruşur ki, daha doğrusu 11-də soruşur ki, 42 ədədinin 7-də 6 hissəsini 42-ni vuracaqsınız 7-də 6-ya. 7 ilə də burada 42 ixtisar gedəcək. Qalacaq 6. 6 dəfə 6 isə 36 doğru cavab kimi mənə verəcək D variantını. Daha sonra gələk 12-ci sualı. 12-ci sualda görək nə soruşulur bizdən. Deməli, 16-da bizdən soruşulur ki, turist bütün yolun 5-də 3 hissəsini getdi. Yolun hansı hissəsi gedilməmiş qalar? Deməli, turist bütün yolun 5-də 3 hissəsini gedibsə, yolun hansı hissəsi gedilməmiş qalar soruşulursa, deməli, deyək ki, yolumuz olsun bu. Turist bütün yolun nə qədər gedib? 5-də 3 hissəsini gedib, və bu hissəsində qalıbdır, bilmirik. Ümumi olaraq tam yol bizdə vahid, yəni 1 götürülür. Deməli, bu yolun 5-də 3 hissəsini gedibsə, burada olsun x. X-i tapmaq üçün biz 1-dən, yəni tam yoldan çıxacağıq gedilən hissəni. 1-dən də 5-də 3 çıxanda qalacaq nə? 5-də 2 doğru cavabı kimi bizə verəcək burada D variantı. Daha sonra 13-cü suala baxaq. 13-cü sualda artıq demək olar eynisidir. Buradan da bizdən sonra turist bütün yolun 7-də 4 hissəsini getdi. Yolun hansı hissəsi gedilməmiş qalar? Bütün yol nədir? Dedik ki, bütün yol vahid, yəni 1-dir. 1-dən çıxacam 7-də 4-ü. Bu da mənə verəcək 7-də 3. Doğru cavab kimi bizə verir A variantı. Daha sonra baxaq burada 14-cü suala. 14-cü suala baxaq. Deməli, ekranı düz bölək. Deməli, 14-cü sualda bizdən deyir ki, sinifdəki 32 şagirddən 4-də 3-ü riyaziyyat dərnəyinə gedir. Neçə şagird riyaziyyat dərnəyinə gedir? Çox rahat sualdır. Bu da, yəni biz burada 32 yesə, yəni 32-nin 4-də 3 hissəsini tapacağıq. Yazacaq ki, 32 vurulsun 4-də 3. 32-ni də 4-də 3-ə vuranda 4 ilə 32 ixtisar gedəcək. Burada qalacaq 8. 8 də 3-üm də 24. Deməli, 24 dənə şagird riyaziyyat dərnəyinə gedir. Doğru cavab kimi burada verəcək mənə Y variantı. Daha sonra 15-ci sualda deyir, budağa 12 quş qonmuşdur. Onlardan 3-də 2 hissəsi uçub getdi. Neçə quş uçub getdi? Yəni 12-nin tapacaqsınız burada. 3-də 2 hissəsini bu da bizə verəcək 8. Doğru cavab kimi mənə verdi D variantı. Daha sonra baxırıq burada 16-cı sual. 16-cı sualda bizdən soruşulur ki, 16-da 220 düzgün olmayan kəsrin tam hissəsini tapın. Tam hissəsini soruşularsa, surəti böləcəksiniz məxrəcə. Surəti məxrəcə böləcəksiniz, yəni 220-ni böləcəksiniz 16-ya. Natırma qismətində isə onu götürəcəksiniz. Yəni qalaq burada götürülmür zaten. Deməli, bu da bizə verəcək bir dəfə 16, daha sonra 6 gəldi. Bu da düşdü bura. Deməli,
6 3 dəfə düşür. 3 dəfə bu da eləyir, nə bilim. 48 artıq 12-ni atacaqsınız gedəcək. Deməli tam hissəsi nədir? 13, 16-da da doğru cavab ki mənə verəcək E variantı. 17-də də eyni. 154-ü böləcəksiniz 11-ə. 154-ü də 11-ə böləndə 14 tam nə qədər düşür? Artıq nə qədər bizə lazım deyil. Bizə tam hissəsi lazım deyil. Deməli 14. Daha sonra 18-ci sual. 81 ədədinin 9-da 5 hissəsi yəni nə deməkdir? 81-i vuracaqsınız 9-da 5-ə. Bu da bizə verəcək 45. Yəni 9-dan 81 ixtisar gedir, qalır 9. Bu da 45. E variantını vermiş oldu bizə. Daha sonra gələk burada 19-cu sualda. 48 ədədinin 8-də 7 hissəsini tapın. Deməli 48 ədədinin 8-də 7 hissəsini taparsa 48-i vuracaqsınız nəyə? 48-i deməli 48-i vuracaqsınız 8-də 7. 8-dən 48 qədər gedəcək 6. Bu da bərabərdir. 6 və 7 42. Doğru cavab kimi mənə verdi. B variantı. Daha sonra 20-ci sual deyir. A hərfi Qarabağ sözündəki hərflərin sayının hansı hissəsini təşkil edir? Deməli A hərfi hansı hissəsini təşkil edirsə, Qarabağ sözündə neçə dənə hərf var? 1, 2, 3, 4, 5, 6. Deməli Qarabağ sözündə 7 dənə hərf var. Neçə dənə A hərfi var? 3 dənə. Yəni bizdən soruşulur ki, A hərfi option Qarabağ sözündəki hərflərin sayını təşkil edirsə, A hərflərinin sayını böləcək ümumi hərflərin sayına. Bu da 7-də 3. Doğru cavab bizə verdi. D variantı. Daha sonra 21-ci suala gələk. Artıq yavaş-yavaş hesablamalara gəlirik. 21-ci sualda bizdən bunun həllini soruşur. Deməli, əslində sadə sualı sadəcə hesablama yoluna baxacağız ki, sualı hardan başlayıb necə həll edirik. Deməli 0,26 nə deməkdir? 90'da 26'dır. Təbii ki, burada üstə qeyd edirəm. 26'dır. Sadəcə yazanda bu buradakı ədəd çıxılır. Yəni 26-dan 2 çıxırıq. Nə qalır? Yəni 24. 90'da 24 deməkdir. Üstə gəlinsin 5'də 1 deməkdir. Düzdürmü? Bu da bərabərdir. 90'da 24 6-ya ixtisar getsə, 24 6-ya 4 dəfə düşür. 96-ya 15 dəfə düşür. Yəni 15'də 4 üzərinə gəlinsin 5'də 1. Bu da bərabərdir. Ortaq məxrəc gətirsək, ortaq məxrəcimiz 15. Yəni bu 15'ə gəlsə bu 15'də 3 deməkdir. Yəni bu 3 deməkdir. Ortaq məxrəc gətirsək 15'də 7. Yəni bizdə cavabımız oldu nə? 15'də 7. 21'də doğru cavab kimi bizə verir nə? E variantı. 22-ci suala baxaq. Deməli 22-ci sual. 22-ci sualda bizdən soruşulur ki, yenə hesablamadır. Yenə burada gətirin qarışıq ədədi düzgün olmayan kəsri çevirsək, alacağıq 24'də. 24 3'ə vurulur və üzərinə 7 gəlinir. Bu da bizə verəcək 79. Bölünsün. Mötərizə içərisində də yəni 8'də 7'dən biz 6'da 5'i çıxacaq. Bunu da ortaq məxrəc bizə verəcək. Deməli bölünsün. Üstə göstərdim burada. Deməli 24'də deməli 24'də 20 daha doğrusu mənfi 20 üzərinə gəlinsin neçə? 21. 21 yəni bu da 24'də 21 deməkdir. 24'də 21 deməkdir. Burada da bölmə işarəsində olduğuna görə bunu da biz vuracağıq. Yəni 24'də tərsinə çevriləcək. 24'dən 24 gedəcək. Qalacaq burada 79. Mənə doğru cavab kimi burada verir A variantı. Daha sonra 23-cü sualda artıq bunu kimidir. Çalışacağım ki, burada deməli oxşarların bir dənəsi qalsın. Çünki bayaqdan hamısını demək olar izah eləməyə çalışıram. Amma çalışacağım oxşarlardan heç olmasa bir dənəsi qalsın ki, sizlər də bir dənəsini başa düşəndə növbətin yaza biləsiniz. Daha sonra gələk 24-cü suala. 24-cü suala görək bizdən nə soruşulur? Deməli taxıl üyüdüldükdə kütləsinin 5'də 3 hissəsi qədər un alınır. 480 kiloqram un almaq üçün nə qədər taxıl üyütmək lazımdır? Deməli taxıl üyüdüldükdə 5'də 3 hissəsi qədər un alınırsa, bunun axı tam olaraq 1'dir. 5'də 2 hissəsi qədər də deməli itkiyə nəsə gedir. Deməli bizdən bilmirik, x götürürük. Bizdən deyir ki, 480 kiloqram un almaq üçün, yəni x-in 5'də 3'ü
bizdə 480-dir. Buradan 3 ilə də 480 xısa gedərək burada qalar 160. X də bərabərdir. Çarpaz olaraq 5-də 160-a vursaq alarıq 800. Deməli doğru cavab kimi bizdə burada verəcək E variantı. Deməli 25-ci sualda izah eləyək. 25-ci sualda izah eləyək. Ona uyğun olaraq da 26-nı özünüz yazarsınız. Eyni ilə də 27, 28-ci suallarda artıq onlar sadə hesablamalardır. Sadə hesablamaları çalışacaq ki, hərəsindən bir dənəsini görsədək. Deməli 2 çıxılsın 1,6 bölünsün 2. Yəni bu nə deməkdir? 2 çıxılsın 1,6-nı, bax bunu 1,6-nı biz 2-yə bölsək, alırıq 0,8. Yəni 0,8 bölünsün 1,5-də 4 nə deməkdir? Yəni düzgün olmayan kəsrə çevirsək 5-də 9 deməkdir. Bu da bölünmədir. Yəni bölünsün. Aha, belə yazaq hələ ki 4-də 2,4-də 1-i də düzgün olmayan kəsrə çevirsək alarıq 4-də 9. Bərabərdir. Deməli 2-dən 0,8 çıxanda alınır 1,2 bölünsün 5-də 9 vurulsun 9-da 4. 9'lar buradan ixtisar gedir. Alırıq ki 1,2 bölünsün 5'də 4. Bu da bərabərdir. Bu da bərabərdir. Deməli 1,2 bölünsün 1,2 bölünsün 4'ü də 5'e böləndə 0,8. Bu da bizə verəcək 1,5. Doğru cavab kimi bizə verir burada A variantı. Bu şəkildə. Daha sonra gələk burada 26-cı sual artıq sadə sualdır. Eyni ilə o da hesablayacaqsınız. 27-ci sual, 28-ci. Gəlin 28-i deyək. 28-i deyək. 28-ci sual. Bizdən soruşur 4,2-də 1. 4,2-də 1 nə deməkdir? Yəni 2-də 9 deməkdir. Düzgün olmayan kəsrə çevirdim. Vurulsun 9-da 8. Üzərinə gəlinsin. 5,3-də 1 nə deməkdir? Yəni 3-də 16 deməkdir. Düzgün olmayan kəsrə çevirdim. Daha sonra bu da vurulsun. Deməli burada göstərirəm. Bu bizə verir 3,30-da belə daha doğrusu 3'də 32. Bunu yəni düzgün olmayan kəsrə çevirəndə 3'də 32 alırıq. Burada da bölümü olduğuna görə onun tərsinə çevirəcək. Alınacaq 32'də 3. Bunu bir də sadələşdirsək, burada 9'lar gedəcək. 2-yə bir dəfə, 2,8'ə burada 4 qalır. 3'lər buradan gedir. Bunlar da qalır burada 2. Yəni yekun olaraq cavabımız olur 4 üzərinə gəlinsin. 2'də 1. Bu da bərabərdir. 2'də 1 də deməli 0,5 olduğuna görə olur 4,5. Doğru cavab kimi mənə verir 28'də A variantı. Bu şəkildə. Daha sonra gələk 29-cu suala. 29-cu suala. Belə baxıram ki, bir çoxları ilə zaten kəsrlərin hesablanmasıdır. Qoyub keçmək də olmur o sualları. 29-cu sual. 29'da bizə deyir ki, 40 bölünsün 25 üzərinə gəlinsin. 1,8 bölünsün 3,6. Aha, deməli nə edə bilərəm? Nə edə bilərik burada? Gəlin kəsr şəklində yazaq. Yəni 40'ı elə kəsr şəklində göstərib 25'ə bölək. Daha sonra üzərinə gəlinsin. 1,8 bölünsün. Aha, deməli 1,8 bölünsün 3,6 nə deməkdir? Vergüləri nəzərə alınmasaq, yəni 18 bölünsün 36 o deməkdir. O da bizdə 2'də 1 deməkdir. 2'də 1 deməkdir. Bölünsün. 1'dən də 4'də 3 çıxanda qalacaq nə? 4'də 1. Bu da bərabərdir. 25'də 40 nə deməkdir? 5'ə ixtisar aparsaq qalacaq 5'də 8. 5'ə ixtisar apardıq da, yəni buranı da 5'ə böldük 8 qaldı. Buranı da 5'ə böldük 5 qaldı. Aha. Daha doğrusu sonra üzərinə gəlinsin 2'də 1 bölünsün 4'də 1. Bu da bərabərdir. Deməli, bu da bərabərdir. 5'də 8 ilə 2'də 1 toplayanda eləyir. Ortaq məxrəc gətirək 10'da. Deməli, bunu da surət məxrəcin bunu da 5'ə vurduq. Bunu da surət məxrəcin 2'yə vurduq da elə yəni. 5'ə vurduq. Burada elədi 5. Burada elədi 16. Bu da bizə verəcək 10'da 21. Aha, bölünsün 4'də 1.
4'də 1 hələ ki belə yazaq. Bu da bərabərdir. Yəni 21 ona böləndə 2,1. 4'də 1 də tərsinə çevirilir. Vururuq 4'ə. Bu da eləyir 8,4. Doğru cavab kimi bizə verir burada A variantı. Daha sonra gələk 30-cu suala. Görək 30-cu sualda bizdən nə soruşur? 30-cu sual. 0,2 dövrdə 14 sonsuz dövrə onluq kəsirini adi kəsir şəklində göstərin. Uşaqlar, bu da çox rahatdır. Qaydada bunu demişdik. Mötərizə daxilində olan ədədlər 9 olur. Mötərizədən xaricdə olan, yəni mötərizəyə qədər, dövrə qədər daha doğrusu olan ədədlər 0 olur. Sürətdə də alınır 214 çıxılsın 2. Bu da bərabərdir 990-da 212. Sürət məxrəcini 2 ixtisar aparsaq, deməli, sürətin 2-yə bölsək alarıq 106, məxrəcini də 2-yə bölsək alarıq 495. Deməli, 495-də 106 doğru cavab kimi mənə verəcək D variantı bu şəkildə. Daha sonra 31 də ona uyğun olaraq özünüz yazarsınız. Daha sonra biz yazacaq burada 32-ci sualı. Yazaq 32-ci sualı. Çalışacağım ki, təkrar olan sualları yazmayayım. Yenə də sizin üçün də nəsə qalsın, özünüz yazmaq üçün. 32-ci sualda bizə deyir ki, A bərabərdir 2 tam dövrdə 41 və B bərabərdir 2 tam %41. Ədədlərinin münasibətində hansıdır? Ədədlər üçün münasibətlərdən hansı doğrudur? Aha, deməli 2 tam, deməli 2 tam dövrdə 41 nə deməkdir? Yəni 41 burada təkrarlanır. 41 burada təkrarlanır və bu şəkildə davam edir. Bəs 2 tam %41 nə deməkdir? Mən 41-in ardına, yəni burada istədiyim qədər sıfıra yaza bilərəm. Bu şəkildə yaza bilərəm. Hansı böyük olacaq? Təbii ki, buradan göründüyü kimi A B-dən böyük olacaq. Bu da mənə doğru cavab kimi verəcək. Nə? E variantı. Bu şəkildə. Daha sonra 33-cü sualda A verib 8 tam 4'də 74. B-də isə verib 8 tam 74 üçün hansı münasibət doğrudur? Təbii ki, burada da doğru cavabımız olacaq. A variantı. A B-dən böyük olmuş olacaq. Deməli, baxaq burada. Deməli, burada baxaq biz 34-cü sualda. Deməli, 34-cü sualda kəslərdən hansı sonlu onluq kəsidə göstərilə bilməz? Aha, biz demişdik ki, hansılar göstərilə bilər, hansılar göstərilə bilməz məsələsində. Deməli, məxrəcində 2 və 5 vuruqları varsa, bunlar göstərilə bilər. Əgər məxrəclərində 2 və yaxud da ki 5 vuruqları yoxdursa, deməli, onlar, yəni daha doğrusu 2 və 5-dən başqa vuruq varsa, onlar göstərilə bilməz. Baxın, 20-də 9-u mən necə yaza bilərəm? 20-də 9 yaza bilərəm. 20-də 9 yaza bilərəm. 2 vurulsun 5 şəklində yaza bilərəm. Ancaq nə oldu? 2, 2, 5 oldu. Düzdürmü? Yəni bunu göstərə bilərik. Daha sonra 32-də 11-i nə yaza bilərəm? 32-ni yaza bilərəmmi? 2-nin üstü 5 kimi. Ancaq 2 var. 40 yaza bilərəm. 8 vurulsun 5 kimi. 8 2 üst deməkdir. Deməli var. Baxın, burada 35-də 16. 35-i mən ancaq 7 vurulsun 5 kimi yaza bilərəm. Deməli, burada 35-də 16 göstərilə bilməz. Doğru cavab kimi də bizə burada verəcək C variantı. Daha sonra 35-ci suala baxaq. 35-ci sualda da bizdən soruşulur. Hansı sonluq kəsir göstərilə bilər? 15-də 13 göstərilə bilməz. Çünki 15-i mən ancaq 3 vurulsun 5 kimi yaza bilərəm. Məxrəcdə 3 vurğu var. Daha sonra 28-də 15-də göstərə bilmərəm. 4 vurulsun 7 kimi yaza bilərəm. Bunu da 7 var. 48-də 25-də göstərə bilmərəm. Çünki onu da göstərsəm, deməli 3 vurulsun 2 üstü 4. Orada 3 var. Amma 125 göstərə bilərəm. Çünki 125 5-in kubudur. Yəni 3 dənə 5. Ancaq 5-lərdən ibarətdir. Doğru cavab kimi bizə verəcək D variantı. 36-cı suala baxaq. Bu tip suallarda necə həll edirik? Deməli, bizdən A bərabərdir 10-da 7. B bərabərdir 34-də 3. C də bərabərdir 17-də
17-də 3 şəklində verilib. Deməli, bunları biz yazanda demişdik ki, ya surətlərin bərabərləşdiririk, ya da məxrəclərin bərabərləşdiririk, yəni ortağa gətiririk, daha sonra müqayisə edirik. Artma sırası ilə göstərin deyirsə, yəni biz azalandan çoxlana doğru gedəcəyik. Gəlin burada mən bu sürətlərin bərabərləşdirək. Baxın, 7 ilə 3-ü bərabərləşdirmək üçün onların sürətlərinin əkobunu tapırdıq. Əkobu nə eləyəcək? 7 ilə 3-ün əkobu 21. Yəni mən 7-ni də burada 3-ə vursam, sürətini də təbii ki, kəsrin əsas xassəsi nə idi? Sürət və məxrəcin 0-dan fərqli eyni bir ədədə vurub və bilə bilərdik. Deməli, bu eləyəcək 30-da 21. Aha. Deməli, 34-də 3-ü də sürət və məxrəcin 7-yə vurmalıyam ki, sürətləri 21-ə gəlsin. Bu da eləyəcək 21-də. Elə ki, buranı da 7-yə vurduq. Sürəti buranı da 7-yə vurduq. 34-də 7-yə vuranda 8 yazarıq 2 yadda. 21 2-də yadda 23 238. Bu da bərabərdir. Bu da sürət məxrəcini 7-yə vururam. Bu edir 21. Bu da edir deməli 49 149. Daha doğrusu 119. Daha sonra sürətlərə baxsaq, burada da 21-dir, burada da 21-dir, burada da 21-dir. Sürətlər bərabərdirsə, o zaman məxrəci kiçik olan kəsir böyükdür. Yəni burada A böyük olacaq C-dən, bu da böyük olacaq B-dən. Bizdən də artma sırasını soruşursa, B, C, A şəklində olacaq. Bizdə doğru cavab kimi 36-da verir. B variantı bu şəkildə. Daha sonra, amma belə olanda şular, burada biz daha qısa şəkildə gedə bilərik. Sadəcə mən daha ətraflı geniş izah elədim. Baxın, B ilə C-ni avtomatik buradan biz müqayisə eləyə bilərik. Təbii ki, buradan görünür ki, C B-dən böyükdür, çünki sürətlər eynidir. Daha sonra 17-də 3, 10-da 7. Bunları da müqayisə eləyəndə təqribən bilmək olur da, yəni sürətin məxrəcinə bölsəz, görərsiniz ki, həqiqətən 7-ni 10-a bölündə neçə düşür, 17-yə bölündə neçə düşür. Yəni A da buradan, A da C-dən böyük olduğuna görə, yəni yenə həmin sıra ilə düzmək olur. Ancaq daha ətraflı şəkildə izah elədim ki, yəni sürət və məxrəclərin bərabərləşdirə bilərsiniz. 37-də eynidir, orada da gətirəcəksiniz 13 ilə 3-ün orta, yəni ən kiçik əkobuna daha doğrusu, o da bizə 26-dır. Bu şəkildə də yazacaqsınız 36-ya uyğun olaraq. Daha sonra baxaq 38-ci suala. 38-ci sual. 38-ci suala deyir ki, A-nın hansı natural qiymətlərində 3 bölünsün, A üzərinə gəlinsin 1. Kəsiri düzgün olmayan kəsiri. Düzgün olmayan kəsir olması üçün biz dedik ki, onun surəti məxrəcindən nə olmalıdır? Böyük bərabər olmalıdır. Yəni 3 böyük olacaq A plus 1-dən. Biri burada sol tərəfə atsaq, alırıq ki, 2 böyük bərabərdir A-dan. A burada hansı qiymətləri alır? Natural qiymətlərdən söhbət gedirsə, deməli 1 və 2 doğru cavab kimi mənə verəcək 38-də D variantı. Daha sonra baxaq 39-cu sual. 39-cu sualda 39-cu sual. Deməli 3/2-də 1-dirsə düzgün olmayan kəsrə çevirsəm 2-də 7 vurulsun 3-də deməli 4, bu da vurulsun 7-də 28 33. Aha. Deməli buradan 7-lər sarı gedir. 2 ilə 4 gedəcək. Burada qalır 2. 3 ilə də bu 33 gedir. Burada qalır 11. Bərabərdir. 2 vurulsun 11 qaldı. Bu da bizə verir 22-ni. Doğru cavab kimi verdi 38-də C variantı. Daha sonra 40-cı sualdır. 40-cı sual necə yazırıq? Deməli, bu tip suallarda isə biz ən böyük, ən kiçik qiymətlərini soruşanda kəsrlərin hər birinin demək olar məxrəclərini bərabərləşdiririk. Yəni, burada da göründüyü kimi məxrəcləri bərabərləşdirmək üçün 8-ə gətirə bilərik. Yəni, 2-də 1-in surət və məxrəcini 4-ə vursam, alıram 8-də 4, 8-də 4. 4-də 1-in surət və məxrəcini 2-yə vursam, alıram 8-də 2. Daha sonra 4-də 3-ün deməli, 4-də 3-ün surət məxrəcini 2-yə vursam, alıram 8-də 6. Sonra 8-də 3-ü artıq elə özü 8-də 3 şəklində verir. Yəni, surət məxrəc 8-dir. 8-də 5 də olduğu kimi qalır. Aha. Deməli, burada məxrəclər bərabərdirsə, bizdən ən kiçiyini soruşsa, məxrəci ən kiçik olan, deməli, 8-də 2. Yəni, 4-də 1 doğru cavabım olacaq. 40-da da cavabımız oldu. A variantı. Bu şəkildə yazırsınız. Daha sonra 41 də buna uyğun olaraq
41'i də buna uyğun olaraq həll edəcəksiniz. Yəni biz baxaq 42-ci suala. Deməli 42-ci suala. 42-ci sualda 3n çıxılsın. 3n çıxılsın 5 bölünsün 7 adi kəsirin düzgün kəsir olması üçün n-in ala biləcəyi natural qiymətlərin cəmini tapın. Düzgün olması üçün dedik ki, surət məxrəcdən kiçik olmalıdır. Buradan 5-də sağ tərəfə atsaq, alırıq ki, 3n kiçikdir 12-dən. Hər tərəfini 3-ə bölsək, n də kiçikdir 4-dən. Deməli, n burada hansı qiymətləri alır? Deməli, n alır 1-i, 2-ni, 3-ü. Bu qiymətləri alır. Bunların da cəmi bizə verəcək 6-nı. 42-də doğru cavab kimi oldu nə? Deməli, A variantı. Bu formada. Daha sonra keçək 43-cü suala. 43-cü sualda da bizə yenə sadə hesablamadır. Sadə hesablamadır. İfadəsinin qiymətini hesablayın. 43-cü sualda. 43-cü sualda. Deməli, 9-4-ü burada ortaq vuruq kimi çıxarsaq, baxın 9-4 hər ikisində də eynidir. Qalır burada 14-3 çıxılsın. 4-3 bərabərdir. Bərabərdir. Burada 9-10-da 4 9-10-da vurulsun. 14-3-dən 4-3 çıxanda edir 10. 9-4-ü də 10-a vuranda edəcək 94. Doğru cavab kimi bizə verəcək burada Y variantı. 44-cü sualda da eynidir. Burada da 3-5'i çıxardacaqsınız. 6-7 ilə 3-3'ü toplayacaqsınız. O da 10 eləyəcək. Doğru cavab kimi burada da bizə verəcək D variantı 35. Daha sonra gələk 45-ci suala. 45-ci sualda görək bizdən nə soruşur? Aha. 45-ci sual. Aha. 45-də deyək ki, 0.6-nı hansı ədədə böldükdə 25-də 21 alınır. Aha, 0.6-nı yaza bilərik 10-da 6 şəklində. Bunu biz x-ə bölmüşük, almışıq nə? 25-də 21 almışıq. X-i tapmaq üçün x də bərabərdir. Deməli, 10-da 6 bölünsün 25-də 21. Bu da bərabərdir. Adi kəsirləri bildiyimiz kimi bir-birinə böləndə birincisi olduğu üçün saxlayırıq, ikincisinin tərsinə vururuq. Olur nə? 21-də 25. Artıq ixtisarlarımızı da aparsaq 25 5-ə gedəcək 5 dəfə, 15-ə 2 dəfə, daha sonra 6 3-ə 2 dəfə, 21 3-ə 7 dəfə. Bu ikilər də gedəcək. Cavabımız qalacaq burada. Deməli, cavabımız qalacaq 7-də 5. Doğru cavab kimi bizə verəcək 45-də B variantı. Daha sonra gələk 46-cı suala. 46-cı sualda da eynidir. 0.7-ni hansı ədədə bölüşdə 15-də 4 alınır. Bu şəkildə, yəni 45-ci sual şəklində yazacaqsınız. Onu da sizə buraxıram. Daha sonra gələk biz baxaq 47-ci suala. 47-ci sualda ilə bunun oxşarıdır. Sadəcə burada çıxmaq soruşur. Deməli, bizdən soruşur 0.9-dan hansı ədədə çıxdıqda 3-də 2 alınır. Nə edəcəm burada? 10-da 9 şəklində bunu göstərirəm. 10-da 9. Deməli, 10-da 9 şəklində göstərirəm. Bundan hansı ədədə çıxdı? Bilmirəm. Bir x ədədini çıxıram. Və nəticədə alıram nə? 3-də 2. X-i tapmaq üçün deməli 10-da 9-dan çıxmalıyam 3-də 2-ni. Təbii ki, bunlar da ortaq məxrəcə yetsək. 30-da 27 çıxılsın 20. Bu da bərabərdir. Bu da bərabərdir 30-da 7. Deməli, bu şəkildə. Doğru cavab kimi bizə də 49-da verəcək. Daha doğrusu 47-də verəcək B variantı formada. Daha sonra 48-ci sualda buna uyğun sualdır. Onu da sizin öhdəliyinizə buraxıram. Gəlin biz davam eləyək. 49-cu sualda. 49-cu sualda. 49-cu sualda bizə deyir ki, ədədi 3-də 1 hissəsinin üzərinə 2 əlavə etdikdə ədədin özü alınır. Aha. Deməli, ədədin özünü bilmirəm, x deyirəm. Bu ədədin 3-də 1 hissəsi, yəni x-in 3-də 1 hissəsi nə deməkdir? Yəni x vurulsun 3-də 1 deməkdir. Yəni 3-də 1 hissəsinin üzərinə 2 əlavə edirəm. Yəni üzərinə
əlavə etməni üstə gəlir deməkdir. Üzərinə 2 gəlirəm. Ədədin özü alınır. Ədədimizə nə demişdim? X demişdim. Öyle x-in özü alınır. Aha, əla. Deməli, burada mən 3də 1 x-i sağ tərəfə atsam, alacağım ki, 2 bərabərdir. X çıxılsın. 3də 1 x. Daha sonra buradan da deməli 2 bərabərdir. 3də 2 x-ə 2'lər ixtisar gedəcək. Buradan da x-i alırıq nə? Deməli 3. Deməli x ədədimiz nə imiş? 3 imiş. Doğru cavab kimi bizə burada verir nə? Y variantı. Bu formada. Daha sonra 50-ci suala baxaq. Deyir ki, 2də 1 və 3də 1 hissələrinin fərqi 1-ə bərabər olan ədədi tapın. Deməli, yenə ədədi bilmirəm. Ədədə bir x deyirəm. Bunun 2də 1 hissəsi ilə 3də 1 hissəsi, yəni x-in 3də 1 hissəsi nəyə bərabərdir? 1'ə bərabərdir. Aha, deməli x-i burada ortaq kimi çıxarsam, alıram ki, 2də 1 çıxılsın. 3də 1 bərabər nəyə bərabərdir? 1'ə. Daha sonra 2də 1-dən 3də 1 çıxanda alıram x vurulsun. 6da 1 bərabərdir 1'ə. Bu 1'lər də buradan ixtisar gedir. X-i tapıram neçə? X-i tapıram 6. Deməli x-imiz 6 imiş. Doğru cavab kimi mənə verdi 50-də A variantı. Daha sonra gələk 51-ci suala. Bu da bax yazdığım sual kimidir. Onu da sizin öhdəliyinizə buraxıram. Özünüz yazarsınız. Daha sonra biz gələk 52-ci sualla davam edək. 52-ci sual. Deməli bizdən soruşulur ki, turist yolun 7də 4 hissəsini avtomobillə, qalan 9 kilometrini isə piyada getdi. Turistin avtomobillə getdiyi yolu neçə kilometrdir? Aha. Deməli turist bir dənə yol gedib, hər hansı bir yoldur. Onun 7də 4 hissəsini, yəni 7də 4 hissəsini, deyək ki, buraya qədər olan hissəsini, 7də 4 hissəsini nə ilə gəlib? Piyada gəlib, avtomobillə gəlib. Daha sonra qalan 9 kilometrini isə, yine qalan hissəsi də buradır da, yəni. Deməli, turistin ümumi olaraq biz bayaqlar qeyd elədik ki, yolumuz olanda, yəni biz bunu 1 tam götürürük. 1 tam götürürük. Bu həmin 1 tamın 7də 4'ün avtomobillə gəlibsə, deməli 1 çıxılsın, 7də 4 hissəsini isə nə ilə gedib? Piyada gedib. Birdən də 7də 4 çıxanda nə alırıq? 7də 3 alırıq. Aha. Deməli, daha doğrusu turist 7də 3 hissəsinin piyada gedib. 7də 3 hissəsi də nədir? 9'da. Yəni bizə deyir ki, qalan 9 kilometr. Deməli, x yol getmişdi. Həmin o x-in 7də 3 hissəsi nə ilə gedib? Piyada gedib. O da 9 kilometrdir. Buradan da 3 ilə 9 ixtisar gedəcək. Burada qalacaq 3. X tapacağıq. 7-də 4 3'ə vuranda 21. Deməli, yolun uzunluğu 21'dir. Bizdən nəyi soruşulur? Turistin avtomobillə getdiyi yolu neçə kilometr? Aha, bizdən yolu soruşmur. Avtomobillə getdiyini soruşur. Ümumi yolumuz 21'dirsə, 21'i də vuracağım onun avtomobillə getdiyi hissəyə, yəni 7də 4'ə. Buradan da alarsınız ki, 3 vurulsun 4 bərabərdir 12. Deməli, turist 12 kilometr avtomobillə gedib. Doğru cavab kimi bizə verir nə? Y variantı. Bu şəkildə. Daha sonra buradan baxaq 53-cü suala. 53-cü sualda bizdən ədədlərindən ən böyüyü hansıdır soruşulur. Deməli burada baxın, sıfırdan sonra gələn rəqəmlərə baxırıq. Nə gəlib? Burada 8 gəlib, burada da 8 gəlib. Daha sonra burada 7'dir. Bunları artıq atırıq, çünki bunlar kiçikdir. Bunları atdıq. Burada qaldı nə? 8. Deməli ikisi qaldı. Daha sonra 8'dən sonra gələn rəqəmlərə baxırıq. Burada 2 gəlib. Burada artıq 0 gəlib. İndi hansı böyüdür? 2 böyüdür. Deməli 0,82 ən böyüsüdür. Doğru cavab bizə verir nə? C variantı. Aha. Daha sonra 54-cü sualda 16,4 və 20,31 ədədləri arasında neçə natural ədəd var? Neçə natural ədəd varsa 16,4'dən sonra hansı natural ədəd gəlir? 17. 17'den sonra gəlir 18. 18'den sonra gəlir 19 və 20. Artıq 20'den sonra 21 gəlir. Amma bizə 20,31'ə qədər soruşur. Neçə dənə soruşulduğuna görə 4 dənə, yəni 1, 2, 3, 4, yəni 4 dənə natural ədədimiz var bu şəkildə. 55 də rahatdır. 55'də də artıq özünüz tapacaqsınız. Orada da cavab 3 eləmiş olacaq. Yəni 27,82 ilə 30,7 arasında neçə natural ədəd var soruşularsa. Daha sonra gələk biz 56-cı suala. Aha, 56-cı suala baxaq. 56-cı sual. Bizdən deyir ki, 25 ilə %25 bölünsün. 0,8 çıxılsın. Bu ifadəsinin qiymətini hesablayın. Deməli biz nə eləyə bilərik?
Deməli 25,5-i 25 tam, daha doğrusu %25-i olduğu kimi saxlayıram. Aha. Deməli vurulsun. Deməli uşaqlar baxın 0,0 mində 8 nə deməkdir? Baxın bu mində 8 deməkdir. İndi mən 25 tam %25-i mində 8-ə bölməli idim. Amma bölməni də kəsri böləndə də birincisini olduğu kimi saxlayırıq, ikincisini tərsinə çeviririk. Yəni mində 8-in tərsi nədir? 8-də 1000 deməkdir. 8-də 1000 nə deməkdir? Yəni 125 deməkdir. Yəni 25 tam %25 vurulsun 125. Aha. Çıxılsın 29, daha doğrusu 292.944 tam %65. Aha. Deməli bunu necə hesablayacağıq? Burada da deməli heç nə vurub normal şəkildə, yəni 25 tam %25-i vuracaq 125-ə. Daha sonra da bundan da bunu çıxacaq. Deməli o da bizə burada verəcək 211 tam %6-nı bizə vermiş olacaq. Belə bir cavab da bizdə B variantındadır. B variantı bu şəkildə tapacağıq. Daha sonra 57-ci sualda artıq saat hesablamadır. Onu da özünüz yerinə yetirərsiniz. Əsas biz burada fərqli formada suallara baxaq. Deməli 58-də görürsünüz ki, burada yenə 48 dövr eləyib. Baxın 48 dövr eləyib. Bu yəni bu nə deməkdir? 0 tam dövrdə 48 deməkdir. Bu da bərabər nə deməkdir? Deməli, dedi ki, mötərizənin içərisində olan rəqəmlər 9 olur. 99-da 48. Bunu da ixtisar aparsaq, deməli, 3-ə alacağıq nə? 33-də 16. Bu şəkildə doğru cavab bizə verir C variantı. Daha sonra 59-da 12 kimidir. Orada da 99-da 72 alınacaq. 99-da 72 də bizdə 9 aparsaq 11-də 8 doğru cavab bizə D variantı verilmiş olacaq. Daha sonra 60-cı sualda baxın tam hissələri eynidir. Bunları atıram gedir. Daha sonra bundan sonra 5 gəlir. Bundan sonra da 5 gəlir. 5-ləri də atıram gedir. İkincidə də burada artıq 2-dir. Burada da ulduzdur. Deməli kiçik olması üçün 2-dən kiçik qiymətlər olmalıdır. Onlarda hansı rəqəm deyirsə 0 və 1 doğru cavab bizə verir nə? C variantı. 61 də 12 kimizdir? Eyni ilə yazacaqsınız özünüz. Daha sonra biz baxaq burada 62-ci suala. Deməli 62-ci sual. Deməli meyvə bağındakı ağacların 11-də 4 hissəsi alma, 11-də 2 hissəsi isə armud ağacıdır. Digər meyvə ağacları bağdakı ağacların hansı hissəsini təşkil edir? Deməli 11-də 4 hissəsi almadırsa, 11-də 4 hissəsi almadır. 11-də hissəsi, yəni üzərinə gələcəm. 11-də 2 hissəsi armuddur. Bizə verəcək nə? 11-də 6-nı vermiş olacaq. Deməli 11-də 6 hissəsi alma və armud ağacı. Digər meyvə ağacları nədir? Digər meyvə ağaclarını tapmaq üçün bir tamdan çıxmalıyıq nəyi? 11-də 6-nı. Bu da bizə verəcək 11-də 5-i. Bizdən də nəyi soruşurdu? Digər meyvə ağacları bağdakı hansı hissəsini təşkil edir? Doğru cavabımız da burada olacaq. 11-də 5, yəni C variantı. Daha sonra 63 ədədlərindən neçəsi düzgün olmayan kəsridir? Düzgün olmayan deyirsə, o zaman sürət məxrəcə bərabər və ya böyük olmalıdır. Bu da 12-də 12, 50-də 137, 223-də 223, neçə dənəsini soruşursa 3, yəni Y variantı. 64-cü suala baxaq. 64-cü sualda necədir? Çıxıb sonra kvadratı yüksəldəcək. 2-də 1-dən 3-də 1 çıxanda ortaq məxrəc gətirirsiniz, alırsınız 6-da 1. Bunun da kvadratı 36-da 1 vermiş olur. Bu da B variantı. Daha sonra baxırıq 65-ci suala. Baxın 65-ci sualda 11, deməli 11 121 ilə 11-in kvadratı, yəni 11 11-ə 1 dəfə düşür. 121 11-ə 11 dəfə düşmüş olur. 45 15-ə 3 dəfə, 75 15-ə 5 dəfə. Deməli yuxarıda qaldı 3, aşağıda qaldı 5 vurulsun 11, yəni 55-də 13, daha doğrusu 55-də 3 doğru cavab bizə verir nə? Y variantı. Daha sonra baxaq 66-cı suala. 66-cı suala görək bizdən nə soruşur?
Aha. 66 bizdən deyir ki, düzgün olmayan kəsr olarsa A-nın ala biləcəyi qiymətlərin cəmini tapın. Baxın, deməli A-ya uyğun olaraq burada nə var? A-ya uyğun olaraq burada 6-dır. Aha, deməli düzgün olmayan kəsr deyirsə, A burada hansı qiymətlər ala bilər? 6-dan böyük və təbii ki, burada A bir rəqəmli ədəddir. Deməli 9, maksimum 9 ala bilər. Yəni 6-dan böyük, 9-dan kiçik. 9 daxil olmaqla. Yəni 7, 8 və 9. Bunların rəqəmlərin cəmi bizə verəcək nə? 24 B variantı. Bu şəkildə. Daha sonra 67-yə bayaq ona uyğun dedik. Yəni burada nə edəcək? 12-də 5 ilə 12-də 1 toplayacaqsınız. Alacaqsınız 12-də 6. Aha. Digər meyvə ağacları nə qədər təşkil edirsə, siz 1-dən çıxacaqsınız 12-də 6-nı. Yenə bizə qalır burada 12-də 6. Baxacaqsınız ki, 12-də 6 cavabı yoxdur. Heç də burada həyəcanlamağa lazım deyil. Yəni bunun məxrəci ilə sürətini ixtisar aparırsınız. Bu da bizə nədir? 12-də 6 ilə 2-də 1 deməkdir də. 2-də 1 doğru cavab kimi bizə verir nə? C variantı. Bu şəkildə. Daha sonra 68-ci sual. 68-ci sualda deməli, belə olanda nə edəcəksiniz? Baxın, burada 0,216-nın bir də 10-luq kəsr şəklində göstərib yazmağı lazım deyil. Yəni kəsr şəklini çevirmək lazım deyil. Nə edəcəksiniz? Sürətin minə vuracaqsınız. Çünki burada ən böyük hansıdır? Ən böyük burada biz deyirik ki, 0,216. Ah, mində deyiriksə, deməli minə vuracaqsınız. Yəni bu eləcək 216. 0,15-i də minə vuranda eləyir 150. Aha. Üzərinə gəlinsin. 3-də 2 vurulsun. 3-də 2 də vurulsun. 4-də 15. 4-də 15. 3 ilə bu 4 gedəcək. Burada qalacaq 2. 3 3-ə 1 dəfə. 15 burada 5 qalır. Aha. Deməli 216 bölünsün 150. Üzərinə gəlinsin. 5-də 2 nə deməkdir? 5-də 2 də elə 2,5 deməkdir. Bu da bizə verəcək burada. Deməli 216 bölünsün 150 1,44 o bizə verməlidir. 1,44 verəcək. 1,44. Üzərinə gəlinsin. 2,5. Bu da bizə 3,94 vermiş olur. Doğru cavab kimi bizə verdi A variantı. Daha sonra baxaq 69. Aha, hovuzla bağlı sualdır. 69-cu sual. Biraz fərqlidir bayaqlardan. Deməli, deyir ki, birinci boru hovuzun 16-da 7 hissəsini, ikinci isə 16-da 5 hissəsini su ilə doldurdu. Hovuzun hansı hissəsi boş qaldı? Deməli, hovuz ümumi dolanda 1 tam dolur da, yəni 1 tam dolmuş olur. Ancaq birinci bu hovuz bunun 16-da 7-də hissəsini doldurub. İkinci hovuz isə bunun 16-da 5 hissəsini doldurub. Deməli, mən bunları toplayacağım. Bərabərdir. 16-da 12. Deməli, 1 tam idi. Bu qədər hissəsi dolur. Deməli, mənə dolmamış hissəsi qalırsa, mən 1-dən çıxacağım 16-da 12-ni. Bu da bizə verəcək nə? 16-da 4. 16-da 4 nə deməkdir? 4-də 1 deməkdir. Yəni, ixtisar aparsaq 4-də 1 deməkdir. Doğru cavab kimi bizə verdi. C variantı. Daha sonra 70-ci suala baxaq. 70-ci sualda bizə deyir ki, oğlun 10 yaşı var və onun yaşı atasının yaşının 7-də 2 hissəsinə bərabərdir. Atanın neçə yaşı var? Deməli, atanın yaşını bilmirəm, x deyirəm. Atanın yaşının 7-də 2 hissəsi oğlun yaşına bərabərdir. Oğluna neçə yaşı var? 10 yaşı var. 2 ilə də 10 ixtisar gedəcək. Burada qalacaq 5. X də bərabərdir buradan. 7 vurulsun 5, 35. Deməli, atanın neçə yaşı var? 35. Doğru cavab kimi bizə verəcək B variantı. Daha sonra 71 də eynidir. Burada da x-i vuracaq 83-ə bərabər eləyəcəksiniz 12-yə. Orada da x-i tapacaqsınız. Gəlin elə onu da yazım. 71-ci sual. Deməli, x vurulsun. Bilmirsə ananın yaşın. 8-də 3-ə vuracaqsınız. Bərabər eləyəcəksiniz 12-yə. 3 ilə 12 ixtisar gedəcək. Burada qalacaq 4. 8-i də 4-ə vuranda x bərabərdir 32. Deməli, ananın neçə yaşı var? 32. Doğru cavab kimi bizə verdi. B variantı. Daha sonra gələk burada biz 71-də dedik, 72-ci sualdan davam edelim. Məxrəci 13 olan ən böyük düzgün kəsrlə ən kiçik düzgün kəsrin hasilini tapın. Məxrəci 13 olan deyirsə, baxın 13 olan deyirsə,
Ən böyük düzgün kəsirlə ən kiçik düzgün kəsir. Ən kiçiyi 13-də 1-dir, ən böyüyü isə 13-də 12-dir. Bunların da hasilini bizə nə verəcək? 169-da 12. Doğru cavab kimi bizə verir nə? Burada Y variantı. Bu şəkildə. Daha sonra 73-də 12 uyğundur. Onu da o şəkildə özünüz yazarsınız. Gəlin baxaq biz 74-cü suala. Deməli deyir ki, kəsirin 74-cü sualda. Kəsirin sonsuz dövrü olma kəsr şəklində göstərir. Deməli bunu bir 2 üsulla deyəcəm sizə. 74-cü sual. 74-cü sual. Deməli 74-cü sual. Bizdən soruşulur ki, 11-də 3. 11-də 3. Deməli siz burada ya 3-ü 11-ə bölə bilərsiniz. Bu şəkildə davam edəcəksiniz. Yəni normal şəkildə sürəti məxrəcə bölmə şəklində. Görəcəksiniz ki, 3-ün içərisində 11 yerləşmə yazacaqsınız 0. Sonra bura 0 yazıb bura tam ayıracaqsınız. Bu da yerləşəcək 2 dəfə. 22, 8, 80 içərisində 11 yerləşir 7 dəfə. Daha sonra 77. 3, 0, yenə 3 dəfə və artı 2 dəfə daha doğrusu daha sonra 7. Yəni görəcəksiniz ki, 27 təkrarlanır. Deməli 0,27 şəklindədir. Bu belə. Bu birinci qayda. İkinci qayda necə yaza bilərsiniz? İkinci qayda necə yaza bilərsiniz? Siz burada biz deyirdik ki, variantlara fikir versəz, hamısı dövr olmuş kəsr şəklində verilir. Biz dedik ki, dövr olmuş kəsrləri adi kəsr şəklinə çevirəndə dövr edən rəqəmlər gəlib nə olurdu? 9 olurdu da məxrəcdə, düzdürmü? Deməli siz bunun sürətində 9-a vurursunuz. Bunu da sürətini 9-a vurursunuz. 99-a gətirmək üçün bərabərdir. 11-i 9-a vuranda alırsınız 99. 3-ü də 9-a vuranda alırsınız nə? 27. Deməli bu da neçəymiş? Bu da 0 tam dövrdə 27 imiş. Axı biz 0 tam dövrdə 27-ni kəsrə çevirəndə deyirdik ki, nə olurdu? 7 gəlib olurdu 9, 2 də gəlib olurdu 9. Dövr rəqəmdə sürətə yazılırdı bu şəkildə. Bir də bu şəkildə tapa bilərsiniz. Amma ən əsas şey ki, üsul, bax bu üsul, birinci dediyim üsul. Deməli 74-də doğru cavab kimi bizə verəcək nə? B variantı. Bax 45-də də dediyim ikinci üsulu yazsaz, 75-də daha doğrusu. Sürətin də 2-yə vursaz, məxrəcin də 2-yə vursaz, alacaqsınız nə? 90-da 32. 90-da 32, bu da deməli hansı ədəddir ki, ondan tam dövrə qədər ədəddə çıxanda 32 versin bizə. Baxın, Y variantına baxın. Deməli bu 90-da həqiqətən də 35 nədir? Yəni 35 çıxılsın buradakı rəqəm, yəni 3. Bu da bərabərdir 90-da 32. Həqiqətən də onu verir. 90-da 32-ni də ixtisar aparsaq 2-yə, 45-də 16 almış olur bu şəkildə. Daha sonra da burada baxaq. Demək olar ki, çox sual təkrardır. Daha çox sual təkrardır burada. Gəlin biz burada baxaq. Elə 76-cı suala baxaq. Təkrar olsa da artıq yazmalıyıq ki, şagirdlər görsün ki, hesablamalara necə yanaşırıq. Baxın, burada biz yenə düzgün olmayan kəsri çevirsək, 4 tam 2-də 1 nə deməkdir? 2-də 9 deməkdir. Vurulsun. 9-da 8 deməkdir. Çıxılsın. 5 tam 3-də 1 nə deməkdir? Yəni 3-də 16 deməkdir. Bu da vurulsun. 10. Bax, burada yazıram. Deməli, bu 3-də 32 deməkdir. Sadəcə arada vurma işarəsi olduğuna görə birinci kəsr olduğu kimi saxladıq. İkincinin tərsinə çevirəcəyik. Yəni 3-də 32-nin tərsinə çevirəcəyik. Yazacağıq ki, 32-də 3. İndi ixtisarlara aparsa 9-dan 9 gedər. 2 ilə 8 gedər. Burada qalar 4. 3 ilə də bu 3 gedər. 16 ilə də bu gedər. Burada qalar 2. Yəni bərabərdir. Bərabər 4 çıxılsın. Yuxarıda 1 qaldı, aşağıda 2. Yəni 4 çıxılsın 2-də 1. 2-də 1 nə deməkdir? 0,5 deməkdir. 4-dən də 0,5 çıxanda qalır 3,5. Doğru cavab kimi mənə verəcək burada B variantı. Bu şəkildə. Daha sonra 77-ci sual. 77-ci suala aid işləmişik. Yenə də deyim, A-nın hansı natural qiymətində kəsri düzgün olmayan kəsr deyirsə, deməli surəti məxrəcindən böyük bərabər. Surəti məxrəcindən böyük bərabər. Bu şəkildə buradan da alırsınız ki, 2 böyük bərabər nədir? A. Deməli A 2 və 2-dən kiçik qiymətlər olmalıdır. Bu da 2, 1 doğru cavab kimi bizə verir nə?
B variantı. Bu şekilde. Daha sonra 78 de yine 76 uyğun olaraq yazacaqsınız. Baxın 79 aydı bayaq demişdik. Yenə üstə göstərirəm. Baxın burada sıfırdan sonra görürsünüz tamlar hamısı eyni. Yəni 0,0-sa, yəni bunlara baxmırsınız. Vergüldən sonra işlə baxırsınız. Burada 7-dir, burada 7-dir, burada 6 olduğuna görə atırsınız. Burada 6-dır, buna da baxmırsınız. Deməli bir də burada 7-dir. Artıq bu üçündə eyni olduğuna görə ikinci gələn rəqəmə baxırsınız. Deməli burada 3-dür. Burada 0-dır. Deməli bu bundan kiçikdir. Burada da 3-dür. Aha. İndi 0,173 qaldı. Burada baxın qaldı 0,73. Bir də qaldı 0,732. Bunun arxasına mən bir dənə 0 yaza bilərəm də özümdən, düzdürmü? İndi 0,730, bir də 0,732 hansı böyüdür? Təbii ki 0,732. Doğru cavab kimi burada bizə nə verir? C variantı. 80-ci suala baxaq. 48 ədədinin 8-də 7 hissəsini tapın. Deməli 48-in 8'de 7 hissəsi nə deməkdir? Yəni 48 vurulsun 8'de 7 deməkdir. Bu da bizə verir nə? Bunlar gedir 42 bu şəkildə. Doğru cavab kimi nə verdi? B variantı. Yəni hissəsinə görə də tapdığında biz ədədi hissə göstərən hissəyə vurmaq lazımdır. Daha sonra gələk biz burada baxaq nəyə? Aha, 81-ci sual. Artıq bunda neçənci sualdır? Burada da düzgün kəsr olması üçün deyirsə, götürəcəksiniz, yazacaqsınız ki 7 A üzərinə gəlinsin 8 kiçikdir 21. Axı bizdən düzgün kəsr soruşur. 7A üzərinə daha doğrusu kiçikdir. Deməli, neçə? 21-dən də 8 çıxanda 10 deməli 3 13. Aha. Deməli 7A kiçikdir 13. Hər tərəfində 7-yə bölsək, deməli A kiçikdir neçə? 13 bölünsün 7 təqribən düşür 1 tam nə qədər? Deyir A-nın hansı natural qiymətində düzgün kəsik şəklində olar? A-nın da burada təqribən 1 qiymətində. Çünki A 1 tam nə qədərdən kiçikdirsə, artıq burada natural qiymətlərdən biri almış olur bu şəkildə. Daha sonra gələk 82-ci sual. 82-ci sualda bizə deyir ki, abituriyentlərin qrupları üzrə sənəd vermələri diaqramında əsasən iki qrupa bütün abituriyentlər hansı hissəsi sənəd verdiyini tapın. Aha. Deməli biz bilirik ki, option ümumi olaraq, yəni çevrə 360 dərəcədir. Çünki burada çevrə üzərində göstərilir. Deməli 360 dərəcədir, düzdürmü? Aha, burada deməli 180, 90. Toplasaq nə edir? 270 eləmiş olur. 360-a tamamlamaq üçün 270-in üzərinə neçə gəlməliyim? 90 gəlməliyim. Deməli bu ikinci hissəyə nə qaldı? 90. İndi bizdən soruşulur ki, elə bil ki 90 360-ın hansı hissəsini təşkil edir? Yazacağım ki 90 bölünsün neçə? 360. Bu da nə deməkdir? 4də 1 deməkdir. Doğru cavab kimi bizə nə verir? D variantı. 83-cü sualda da eynisidir. Baxın 83-cü sualda yenə 360-dır ümumi olaraq. Bunlar da bizə verir nə? 80, 100, 180, 120, 300. 300-ü də 360-ı tamamlamaq üçün üzərinə nə gəlməliyim? 60 gəlməliyim. Deməli bu 400 hissənin üzərinə qaldı 60. Deməli bizdən soruşulur ki, 60 360-ın hansı hissəsini təşkil edir? Yazacaqsınız 60 bölünsün 360. Bu da 6'da 1 deməkdir. Yəni doğru cavab kimi bizə nə verdi? B variantı. Artıq 84-cü suala aid bayaqdan suallar göstərmişəm. Çox sadə şəkildə də burada göstərəcəksiniz. Yəni kəsirləri düzgün olmayan kəsirə çevirəcəksiniz bunları. Bunları da kəsir şəklində göstərəcəksiniz. O qaydanı həll edib tapacaqsınız. Keçdik 85-ci suala. Deyir bir fəali işi 8 saata, digər isə həmin işi 6 saata yerinə yetirirsə, onlar birlikdə 3 saat işləsələr, işin hansı hissəsi görülməmiş qalır? Bizdən görülməmiş hissəsini soruşur. Deməli, iş məsələlərində deməli, bir fəali bir işi 8 saata görürsə, 1 saata həmin işin 8'də 1 hissəsini görür. Digəri də 6 saata görürsə, 1 saata həmin işin 6'da 1 hissəsini görmüş olur. Deməli, onlar birlikdə işləyirsə, yazıram ki, 8'də 1, üzərinə gəlinsin 6'da 1. Hər biri 3 saat işləyibsə, daha birlikdə. Yəni, bu cəmi vuracam 3'ə. Bu da bərabərdir. Eləyir 24'də 7 vurulsun 3.
Aha, bunlar da ixtisar gedəndə qalır buradan 8 bərabər 8-də 7. Deməli, onlar birlikdə 3 saat işləsələr, işin 8-də 7 hissəsini görmüş olarlar. Bəs hansı hissəsi görülməmiş qalar? Ümumi olaraq iş tamdır, yəni 1 tamdan çıxacaq, yəni 1-dən çıxacaq 8-də 7-ni. Bu da bərabərdir 8-də 1. Deməli, işin 8-də 1 hissəsi görülməmiş qalar. Doğru cavab kimi A variantı. Bu videoda bu qədər. İnşallah növbəti video 85-dən sonraki hissəsini izah edib yerləşdirəcəm. Sağ olun.